Salam olsun herkese. Salamlayıram hər birinizi. Bu dərsimizdə sizinlə constructor function haqqında danışacağıq. Görək nədir bu constructor function, necə istifadə olunur. Sol tərəfi bağlayıram buradan. Öncədən giriş məlumatı olaraq bildirmək istəyirəm ki, mən bu constructor functionu izah etdiyim zaman ilk öncə obyektlərin normal formada yaradılmasını sizə izah eləyəcəm. Daha sonra constructor functionundan yaradılmasını izah eləyəcəm və burada artıq biz başa düşəcəyik ki, bu constructor function nədir. Onun üçün də ilk öncə gəlin bir obyekt yaradaq. Biz obyekt yaratmağı artıq bilirik. Məsələn, const yazıram bura, obj deyirəm. Yəni constructor funksionu belə başa düşmək lazımdır ki, obyekt yaratmaq üçün belə bir deyək də xüsusi bir yöntəmdir. Belə deyə bilərik. İndi qeyd etdiyim kimi izah eləyəcəm onu. Məsələn, obj deyirəm, buna mənimsədirəm bu formada obyekt. Elə deyil, obyekt mötərizəsini açdım. Və burada property və yaxud da ki metodu varsa metod yaza bilərəm mən. Burada obyekti yazdıq, adını yazdıq və burada da propertilərini yaza bilərik. Məsələn, yazıram first name. Bunun dəyəri olsun məsələn Alisa. Daha sonra last name. Bunun dəyəri olsun məsələn Aloso. Bir dənə də salary olsun. Məsələn, maaşda olsun nə qədər? Bunun number yazacağım. Məsələn, 5000 olsun formada. İndi gəlib bunu CLC deyib obj-nin konsola yazsam, bizim üçün bu obyekti konsola yazır. Elə deyil. Burada heç bir problem yoxdur. Və yaxud da ki, bu formada demərik, Ctrl-KC edirəm bunu. Bu formada demərik, gəlib mən burada belə də yaza bilərəm. Yəni, bu formada yazılış obyekt literal adlanır. Yəni, biz öncədən property-nin dəyərini də veririk, daha sonra burada da property-nin dəyərini veririk və bunu ad olaraq təyin edirik. Elə deyil. İçərisində metodda yaza bilərdik, mən yazmadım. Və yaxud da ki, mən gəlib burada belə bir şey yaza bilərəm. Const deyirəm, yenə obj deyirəm. Buna mənimsədirəm boş obyekt. Fikir verin, boş obyekt mənimsətdim. Sonra gəlirəm aşağıda bunun artıq propertilərini təyin edirəm. Məsələn, first name olsun nə? Alisa. Obj içərisində. Baxın, bir şey də deyim, bu konstantı biz həmişə deyirik ki, sabitdir də, ona müəyyən bir şey yazdıqsa, sonradan onu dəyişdirə bilmərik. Bu referans tayplarda belə olmur. Konstant yazmışıqsa əgər, bunun içərisindəki müxtəlif propertiləri əlavə edə bilirik. Yəni, içərisində müxtəlif propertilər və ya metodlar əlavə edə bilirik. Bunu da bilmək lazımdır. İndi obyekt içərisində, məsələn, last name yazıram. Property olaraq elə deyil. Bu da olsun nə? Alosu olsun. Və bir dənə də obj deyirəm. İçərisinə salary əlavə edəcəm. Bunun da maaşı olsun nə qədər? Məsələn, 3000 formada. Sonra gəlib CLC deyib obj-ni yazsam, eyni nəticə mənim üçün çıxdı. Elə deyil. Yəni, bu formada da yarada bilirəm obyekti, bu formada da yarada bilirəm. İndi, yaxşı, bunu yaratdıq. Məsələn, buna obj deməyək, gəlin person deyək. Person deyək, ya da person 1 deyək. Burada da artıq nə olacaq? Ctrl-C edirəm bunu. Ctrl-V, 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 burada da Ctrl-V. Ctrl-S edirəm. Yəni, adı dəyişdim də sadəcə. Bir dənə person 1 adında obyekt yaratdım mən. İndi person 2 adında başqa bir obyekt yaratmaq istəsəm, təzədən bunu kopya eləyəcəm buradan. Baxın. Ctrl-C eləyəcəm. Gəlib buraya yapışdıracağım. Buna deyəcəm person 2 və bunun dəyərlərini dəyişdirəcəm də. Buradan elə deyil. Person 2 üzərindən first name olacaq. Məsələn, Əhməd olacaq, nəsə olacaq. Burada da soyadı olacaq. Burada maaşı olacaq da, elə deyil. Və ya person 3 yaratmaq istəyəcəm. Təzədən bunu kopya eləyəcəm, bu formada yaradacağam. Elə deyil bəlkə. Biz bunu bu formada yazmaqdansa, gəlin bunu da istəyirsiniz buraya əlavə edək. Ctrl-C edirəm. Düzgün seçmədik. Ctrl-Alt-dan seçib, hamısını silib, bura Ctrl-V eləyə bilirik. Və burada Ctrl-V eləyirəm, Ctrl-S eləyirəm. Baxın, burada da indi dəyərləri dəyişdirə bilərsiniz də. Məsələn, A deyirəm, buna da B deyirəm. 1000 olsun. Ctrl-S eləyirəm. Bu da ikinci obyektimiz oldu da bizim. Person 2 adında. Fikir verin, constructor funksiyona hələ gəlməmişik. Obyekt yaratmaqdan danışırıq biz. Mən burada obyekti yaratdım, boş obyekt olaraq, ona property olaraq first name, last name, salary verdim və onu konsola yazdım. Burada biz obyekt kimi görsəndi. Və burada person 2-ni yaratdım, bunu da boş obyekt kimi yaratdım. Sonradan buna first name, last name, salary əlavə etdim və bunu da konsola yazanda bura bizim üçün çıxdı bu nəticə. Elə deyil bəlkə. İndi bunu funksiya halına gətirə bilərik biz. Məsələn, bu formada biz deyirik ki, bu kod təkrarçılığıdır da belə baxanda. Burada obyekt yaratmışıq, eyni kodları yazmışıq, sadəcə bunları dəyişdirmişik, bir də adını dəyişdirmişik. Bunu funksiya halına gətirə bilərik də. Onda nə yaza bilərik? Baxın, funksiya yazıram bura. Məsələn, bir dənə person adında kiçik hərflə yazıram hələ. Baxın, hələ constructor funksiyona baxmırıq. Hələ ki, normal funksiyaya baxırıq. Person adında funksiya yazdım. Mən götürərəm bunu, baxın bunu.
Ctrl C edirəm buradan. Buraya yapışdırıram. Nə oldu burada? Bir dənə person adında, person2 adında obyekt yaratdıq. İndi buna person demərəm. Burada artıq obyekt deyərəm də. Ümumi anlayışdır bu. Ümumi anlayışdır. Ona görə obyekt deyəcəm. Ctrl C edirəm. Ctrl V, Ctrl V, Ctrl V. Ctrl S elədim. Amma burada mənə parametr olaraq gəlməlidir. First name, last name, salary. Elə deyil ki, bura mənimsədim də. Onları da mən burada ala bilərəm. Baxın. Ctrl C edirəm. Buraya yapışdırıram. First name, yəni ilk parametr olaraq funksiyadır da. Funksiyaya biz bilirik ki, parametr gələ bilir. First name gələcək. Daha sonra last name istəyəcək bu funksiya. Yəni o gəlməlidir. Sonra da salary. Ctrl C edirəm. Ctrl V edirəm. Elə deyil. İndi bu parametr olaraq bunlar gəldi mənə. Mən bunları bu obyektin propertilərinə təyin edə bilərəm də. Ona görə first name-i burada A demərəm. Yəni bu formada olsa bu funksiya ancaq first name-i A olan obyektlər yaradacaq. Ya da last name-i B olan, ya da salary'si min olan obyektlər yaradacaq hər çağıranda. Amma mən istəyirəm ki, bu dinamik olsun da. Mən verdiyim dəyərə görə onun yaratdığı obyektin property dəyərləri dəyişsin. Elə deyil bəlkə. Ona görə gələn first name-i buraya yazıram. Yəni obyektin first name-i olacaq. Mən parametr olaraq hansı first name-i göndərmişəmsə o first name. Və yaxud da ki, last name olacaq. Baxın, last name hələ ki solğundur. Burada istifadə edəcəyik. Obyekt yaratmışıq biz burada. Bu obyektin last name olacaq. Mənə parametr olaraq, yəni bu funksiyaya parametr olaraq last name nə gəlibsə o olacaq. Onu da buraya yazıram. Fikir verin. Bunda rəngi asıldı, artıq istifadə olundu. Və ya salary'si də olacaq. Obyektin salary'si olacaq. Mənə parametr olaraq salary dəyəri nə gəlibsə o olacaq. Bunu da verdim bura. Fikir verin. Bu funksiya nə iş gördü? 3 dənə parametr qəbul etdi. Bunu artırmaq da olar. First name, last name, salary. 3 dənə parametr qəbul etdi. Və burada bir obyekt yaradılıb bu funksiyanın içərisində. Həmən obyektin first name-i gələn first name olacaq, last name-i gələn last name olacaq, salary'si də gələn salary olacaq. Obyektin içərisi bu məlumatlarla doldu, elə deyil. Artıq dolu bir obyekt var əlimizdə. Onu mən return eləyəcəm. Baxın, OBJ-ni return eləyəcəm. Ctrl S edirəm. OBJ-ni return etdim. İndi gəlin bunları Ctrl KC eləyirəm burada. Gəlirəm aşağı. Funksiyamızı yazdıq da, biz bilirik ki, artıq funksiyanı bir dəfə yaz, nə qədər istəyirsən çağır, istifadə et. Elə deyil. Artıq bu kodları təkrar yazmayacaq. Sadəcə mən const deyirəm məsələn burada person 1 deyəcəm. Buna mənimsədəcəm nəyi? Bu return edir axı. Return elədiyi üçün bura mənimsədiləcək də, referans olaraq bura mənimsədiləcək. Ona görə də person funksiyası yazmışam burada. O funksiyanı çağırıram. Məndən nə istəyir? First name, last name, salary istəyir. Elə deyil. Mən buna Alice adını göndərirəm. Daha sonra Aloso adını göndərirəm və bir də nə göndərəcəm? Salary olaraq nəsə göndərməliyəm. Məsələn 1200 göndərirəm bunadır. Bu formada. Deməli bu person 1 referansı artıq nəyi göstərəcək? Müəyyən bir obyekt yaradıldı, o obyekti göstərəcəkdir. Ona görə mən bu referansı eləcə deyirəm. Person 1-ı konsola yazıram. Ctrl S edirəm. Baxın, eyni şey oldu da. Mən funksiya ilə nə yaratdım? Obyekt yaratmış oldum. First name-i Alisa, last name-i Aloso və salary'si də 1200 olan. İndi bundan bir dənə də yaratmaq istəsəm, Ctrl C edirəm. Artıq bu kodu mən təkrar yazmağa ehtiyac yoxdur. Burada təkrar yaratmaq üçün bu kodu götürüb təkrar yazırdıq burada, elə deyil. Amma sadəcə burada mən nə etməliyəm artıq? Bunu yazdım. Məsələn, person2 deyirəm buna. Əhməd deyirəm. Məsələn, Türkmən deyirəm. Formada. Bu da olsun nə? Məsələn, 6000 olsun. Elə deyil. Celəcə deyib, person2-nu yazsam konsola. Ctrl S edirəm. Əhməd, Türkmən, last name oldu da. Və 6000 də nəyi oldu bunun? Salary'si oldu. Yeni başqa bir obyekt yaratmış oldum da. Elə deyil bəlkə. Yəni bunu funksiya halına gətirmiş oldum. Amma burada fikir verin. Mən özüm boş obyekt yaradıram. Daha sonra həmən obyekti return edirəm. Fikir verin, belə yazmışam. İndi düşünün ki, belə başa düşmək olar. Ardıcıllığı bu formada gəlib əminliklə deyə bilmərəm sizə, amma siz bu formada başa düşə bilərsiniz. Düşünün ki, bir adam, bir developer götürürdü, obyektləri yaratmaq üçün bu metoddan, bu yöntəmlə istifadə edirdi. Obyekt yaratmaq üçün bunu yazırdı, daha sonra içərisini doldururdu. Sonra konsola yazırdı məsələn. Sonra ikinci obyekti yaratmaq istəyəndə bu formada yaradırdı, konsola yazırdı. Sonra bir dənə biraz təcrübəli developer gəldi, dedi ki, ondan sonra bunu funksiya halına gətir. Funksiyada yaz da. Yəni nə et? Bir funksiyan olsun sənin, parametr qəbul etsin. Obyektdə neçə dənə property varsa, o qədər property qəbul etsin və içərisində o funksiyanın boş obyekt yarat. Daha sonra obyektin propertilərini təyin et. Baxın, burada təyin etmişik. Həmən yaradılan obyekti return elə. Və nə qədər istəyirsənsə o funksiyanı çağır, istifadə et. Elə deyil. Bu belə. Amma bir dənə də təcrübəli developer çıxır, deyir ki, ondan sonra biz bir dənə new keyword adında keyword yaradaq. New adda bir keyword yaradaq. O new keyword bizim üçün bu obyekti, boş obyekti yaratsın.
Və burada return olunan obyektə o heç return olunacaq, funksiyonu return etmiş olacaq. Amma bu new keyword-ü funksiyanı çevirsin, eləsin constructor function. Yəni normal functionu çevirib eləsin constructor function. Və new nə etsin burada? Biz new dərsində də danışmışdıq bundan bağlı. Bu içərisində artıq obyekt yazmayaq biz. Çünki bu obyekti new yaradacaq onsuz. Baxın bunu Ctrl C edirəm buradan. Hamısını yox, istəyirsiniz bunu. Ctrl C edirəm. Ctrl K C edirəm. Baxın eyni yazılışı formada olmayacaq. Ctrl Y eləyə bunları. Məsələn, olsun. Ctrl S eləyək. Baxın, Ctrl C elədim. Daha sonra bunu Ctrl K C etdim bu formada. Eyni yazılışı gəlirəm aşağıda yazıram. Və onun üzərində dəyişiklik aparacağam artıq. Mən bu obyekti burada yaratmayacağam, özüm yaratmayacağam. Və bunu return-də etməyəcəm. Fikir verin, return-də etməyəcəm. Burada artıq obyekt yoxdur da fikir verin. Ona görə bunları da buradan siləcəm. Sildim. Bunun yerinə this yazacağam. Baxın, this yazacağım. Sonra bunu da dediyi ki, fərqlənməsi üçün constructor function kimi istifadə olunacağı üçün böyük hərflə yazacağam. Amma gəlin bunu istəyirsiniz dəyişənə də təyin edə bilərik. Gəlin dəyişənə təyin edək. Bu formada da yazmaq olar, amma gəlin dəyişənə təyin edək. Bu functionu buradan silirəm. Const deyirəm buna. Person mənimsədəcəm. Functionu buraya yazacağam. Ctrl S edirəm. Baxın bu formada hələ ki error verməyi normaldır. Bunu yazdıq, elə deyil. Sonra gəlib burada artıq, baxın bu person funksiyası çağırılmışdır. Mən böyük P ilə yazıram bunu. Person funksiyasını çağırıram. Elə deyil. Amma undefined qaytarır mənə. Nə zaman ki mən buna new yazıram, o new burada boş obyekti yaradacaq. Bu this-ə deyəcək ki, o yaradılan obyekt ki var, sən ona istinad elə. Onu göstər. Yəni this first name sənə göndərilən bu olsun. This last name, yəni həmin obyektin last name olsun, bu last name. Salary olsun, bu. Aydındır? Və orada dediyim kimi proto ilə prototype-ı da əlaqələndirir, amma bir növbət dərsdə onunla bağlı danışacağıq. Hal-hazırda constructor function məntiqini başa düşməyə çalışırıq. Ctrl S eləyirəm bunu. Baxın. Burada artıq normal funksiya obyekt kimi gəlmədi bizə. Person yazıldı qarşısına. Yəni bu obyekt person constructor functionu vasitəsilə yaradılıb. Belə deyə bilərik bunu. Aydındır? Ona görə qarşısına person yazılır. Amma qalan içərisindəkilərə fikir verəndə first name-i Alisadır. Last name-i Alosodur. Salary'si də mən göndərdiyim salary'dir. Fikir verdiniz? Yəni bir var bu formada sən obyekt yazasan, obyektdə first name, last name, salary nəsə təyin eləyəsən, bunu parametrləri uzatmaq olar ya da azaltmaq da olar. Aydındır? Və bunu return eləyəsən. Amma bir də var ki, sən bunu funksiya halında yazasan, böyük hərflə yazırıq. Baxın, bunu biz proqram, mən buna əgər baxın, kiçik P ilə yazsam, Ctrl S eləyəcəm. Yenə eyni formada işləyəcək bu. Amma o yazım standartları dediyi ki var. Bu formada qəbul olunur ki, constructor funksiyonları böyük hərflə, yəni constructor function kimi istifadə edəcəyimiz funksiyaları böyük hərflə yazaq. Aydındır, ona baxan kimi bilək ki, bu constructor functiondur. Ona görə böyük hərflə yazdım. Yoxsa onun böyük kiçik olması proqram tərəfinə bir belə deyək də təsir etmir. Sonra nə etdim? Normal funksiya yazmışam və burada this-dən istifadə etmişəm. Bu new da artıq bu funksiyanın içərisində yazılan listlər ki var, onu dedi yaradılan obyektdir. Yəni o obyekti xəyali olaraq yaratdı və onun içərisində yerləşdirdi arxa planda. Əslində bizim burada yaratdığımız obyekt ki var, bunu yaratmadı da artıq. Bunu da siləndə burada constructor funksiyonumuzun içərisi bu formada oldu. Baxın bu formada oldu. İndi bunun içərisində biz metod da əlavə edə bilərik. Artıq person one üzərindən həmin metodu çağıra bilərik. Və yaxud da ki bir növbət dərsdə görəcəyik. Prototype-la metod əlavə edə bilərik. Və prototype-ından hər hansı bir özəllik əlavə edə bilərik və o niyə görə prototype-da əlavə olunur, onu da həmin dərsdə izah edəcəm. Bir növbət dərsdə izah edəcəm. Amma constructor funksionu ən bəsit dildə bu formada anlamaq olar. Yəni, baxın, hətta bu ardıcıllıqla da yadınızda saxlayın. Qeyd etdiyim kimi, ola bilər ki, bunlar sıralaması bu formada deyil, heç bu formada qəbul olunmayıb, tamamən fərqli formada gəlib. Amma yadda saxlamaq üçün belə başa düşün. Bir developer sanki bu formada yazırdı, obyekti təyin edirdi, adım verirdi, boş obyekt təyin edirdi, içərisində propertiləri doldururdu. Daha sonra başqa bir obyekt yaratmaq istəyəndə bunu yenə təkrar eyni kodlara kopya edirdi, sadəcə obyektin referans adını dəyişirdi və properti dəyərlərini dəyişirdi. Bir dənə developer çıxdı, dedi ki, ondan sonra bunu funksiya halına gətirdi. Biz təkrar kodları funksiya halına gətiririk. Bir dəfə yazırıq, nə qədər istədiksə çağırıb istifadə edirik də, elə deyil bəlkə. Normal funksiyaları biz, yəni funksiyanı biz bunun üçün yazırıq da. Bunu funksiya halına gətir, obyekt yarat, bu formada obyekti təyin et. Bir dənə də developer çıxdı, dedi ki, ondan sonra new açar sözü yaradaq biz və bunu constructor function adını verək bu funksiyalara, yəni new ilə istifadə olunubsa, bunlara constructor function deyək. Və bu constructor function vasitəsilə obyektlər yaradaq. Aydındır? Bu formada. Bu təyin olundu. İndi bunun dediyim kimi ardı da var. Protodur,
Daha sonra prototype'dır. Bu arada artıq miras almadır. Prototype üzərindən necə miras alınır. Daha sonra prototype chain nədir? Bunları da bir növbət dərsdə izah etmiş olacağam. Amma constructor functionu ən bəsit dildə bu formada başa düşmək olar. Ən sadə dildə bu formada başa düşmək olar. Məsələn, obyekt constructor functionu var. Class da deyə bilərsiniz, constructor function da deyə bilərsiniz. Obyekti də deyə bilərsiniz hətta. Qlobal obyekt deyirik, onu nəzərdə tuturuq. Baxın, bu obyekt var ya burada, bunu nəzərdə tuturuq. Ondan da biz onu da constructor function kimi istifadə edərək bir şey yarada bilirik, obyekt yarada bilirik. Amma biz burada constructor functionumuzu özümüz yazdıq. Fikir verdiniz? İndi bir növbəti dərsdə gəlin, həm constructor functionlarda metodlara baxaq, həm də bu metodlar niyə görə constructor function öz içində yox, prototype da yazılsa daha yaxşıdır. Buna baxaq və ümumiyyətcə bilək ki, bu proto nədir ümumiyyətcə və prototype nədir? Bunları da anlamağa çalışaq. Bir növbəti dərsdə bunlar haqqında danışmış olacağıq. Növbəti dərsdə görüşək.